Hər vaxtınız xeyir olsun. Bugün paylaşdığım faiz məsələlərinin izahını verməyə çalışacağım. Xatırladım ki, bu rahat sayılmış suallardandır. 15 dənə sualdır və 15 sualın izahını birlikdə baxmış olacağıq. Bir də bildirmək istəyirəm ki, ümumiyyətlə faiz məsələlərinin həll edilməsində, yəni tənasüb yolu ən rahat, ən belə deyək, üstün cəhətdir. Tənasübü bilən şəxslər, belə deyək, faiz məsələni rahatlıqla həll etmiş olarlar və bundan başqa da bilirik ki, faiz ümumiyyətlə nədir? Ədədin %1 hissəsinə faiz deyilir. Yəni ki, düstura əsasən 100 bizim deməli qızıl ədədimizdir ki, faizi rahat tapmağımız üçün bizə çox köməyi dəymiş olur. İndi baxaq hansı ki birinci suala. Birinci sualda imtahanda 200 nəfər iştirak etdi. Onlardan 60% qəbul oldu. Qəbul olanların sayı neçə nəfərdir? İmtahanda iştirak edən 200 nəfərin 60%-ni tapmalıyıq ki, qəbul olanların neçə nəfər olduğunu tapaq. Bunun üçün nə etmək lazımdır? Təbii ki, 200-ü 60-a vurub 100-ə bölməliyik ki, 200-ün 60%-ni tapaq. Buradan da deməli sıfırlar ixtisar gedir. 20-ni də 6-ya vuranda təbii ki 120 etmiş olur. Bu da B variantına uyğun gəldi. Sonra növbəti suala keçirik. Növbəti sual, ikinci sual bizdən nə soruşur? Soruşur ki, universitetə qəbulda keçid balı 70-dir. Namizəd testdə 84 bal topladır. O keçid balından neçə faiz artıq bal toplamışdır. Baxaq. Deməli, baxın, universitetə qəbul keçid balı 70-dir. Yəni 100% 70-ə bərabərdir. Düzdür? Yəni 100% 70-ə bərabərdir ki, mən onu 84-ə nə qədər düşdüyünü tapmalıyam da, düzdür? Yəni ki, baxın 100% 70 baldırsa, 100% 70 baldırsa, bəs 84 bal deməli nə qədər olduğunu tapmalıyam. Yəni ki, nə qədər faiz olduğunu tapmalıyam. Bax, 84-ü də bərabər edeyim x-a. Bunu da çarpaz olaraq tapıram ki, deməli 100-ü vurmalıyam 84-ə, bölməliyəm 70-ə. Bu da neçə edir? İxtisar getmiş olur. 7 ilə də 84 gedir. 1, 12. 12 gedir. 12-ni də 10-a vuranda 120 etmiş olur. 120 nəyi tapdım? Tapdım ki, deməli, nə qədər 84-ün neçə faiz olduğunu, 120% olduğunu tapıram. Bizdən isə bu keçid balından neçə faiz artıq bal toplamışdır. Biz əvvəl nə qeyd etmişdik? 100% qeyd etmişdik də 70 balın, düzdür? Yəni 120 də 100-dən neçə faiz artıqdır? Təbii ki, 20% artıqdır. Məhz doğru variant C variantı olmuş olur ki, güman edirəm başa düşmüş olduq. Bir daha izah edirəm ki, yəni 100% 70 edirsə, bəs 84 bal neçə faizdir? Onu tapdım. 120 və nə qədər çox, nə qədər az dediyinə görə təbii ki, böyükdən də kiçiyə çıxıram. Yerdə qalan hissə mənim artıq olan faizimin ədədidir. Keçdik növbəti üçüncü suala. Üçüncü sualda bizdən nə soruşmuş olur? Üçüncü sualda soruşur ki, bir ixtisasa qəbul üçün deməli 250 yer var idi. Sənədlərin 80% qəbul oldu. Qəbul olanların sayı neçədir? Deməli, ixtisas seçimi ilə baxın, bir ixtisasa qəbul üçün 250 yer var. Yəni, başqa sözlə 100% 250 yerə bərabərdir. Məndən nə istəyir? İstəyir ki, sənədlərin 80% qəbul oldu. Baxın, 100%-im 250-dirsə, bəs 80%-im nə qədərdir? Onu tapmaq üçün x-a gətirirəm. Bunu da çarpaz həll edəndə x bərabərdir 80 vurulsun 250 bölünsün 100. Sıfırlar ixtisar getdi.
Yerdə qaldı nə? 8-i 25-ə vuranda da deməli 8-i 25-ə vuranda da təbii ki x da bərabərdir 200. 270 olur. Doğru variant 3-cü sualda C variant olmuş olur ki, qəbul olanların sayı 200 nəfər olur. Bu da 80%-ni təşkil etmiş oldu. Növbəti 4-cü suala baxırıq. Güman eləyirəm aydındır hər birinizə. 4-cü suala baxaq. 4-cü sualda bizdən soruşur ki, qəbul olmuş tələbələrin 75%-i qızdır. Əgər qızların sayı 90 nəfərdirsə, ümumi qəbul olanların sayı neçədir? Çox rahatdır. Niyə görə müəllim? Ona görə ki, 75% qızdır və deyir ki, əgər qızların sayı, bax qızların həm faizini verib, həm də ədədini verib. 90 nəfərdir. Düzdür? Yəni 70%-i 90 nəfərdir. Mən indi bunun 100%-ni tapacağam ki, görüm 100%-də olan neçə nəfər olmuş olacaq ümumi tapmaq üçün. Bunu da çarpaz vuraraq tapıram ki, 100-ü vururam 90-a, bölürəm 75-ə, üzr istəyirəm. Bax, burada 75-dir. 75-ə. Aha, 100-ü vururam 90-a, bölürəm 75-ə. Bu da edir. Deməli, 75 ilə 100 getsə 25-ə, burada 3 qalmış olur. Burada da 4 qalmış olur. 3 ilə də 90 getmiş olur. Bu da eləyir 30. 30-u da 4-ə vuranda 120 etmiş olur. Bəli, doğru variantım C variantıdır ki, bu da 120 etmiş olur. Yəni, tənasüb ən rahat həllidir. Hər zaman özünü doğruldan, yəni faiz məsələlərində çətinliyiniz varsa, ən rahat yolu tənasübdür. İstənilən halda tənasüb özünü doğrultmuş olacaq. Rahat bilmək üçün təbii ki, biz o tənasübü də düzgün qurmalıyıq. Keçdik növbəti 5-ci suala. 5-ci sualda ixtisasa qəbul olanların 65%-i dövlət sifarişi ilə, qalanı isə ödənişli təhsil aldım. Ödənişli qəbul olanlar 42 nəfərdirsə, ümumi qəbul olanların sayı neçə nəfərdir soruşur. Baxaq, deməli, baxın, ixtisasa qəbul olanların 65%-i dövlət sifarişi, qalanın soruşur. Yəni, 100-ün 65%-ni çıxacam. Niyə müəllim? Ona görə ki, biz bilirik ki, faiz, yəni qızıl ədəd 100-dür və bu da deyir, ixtisasa qəbul olanın 65%-i dövlət sifarişi və qalanını istəyir. Yəni, mənə qalanın lazımdır. 100-ün 65-ini çıxanda yerdə neçə faiz qalır? 35% qalır. Mənə 35%-nin tapacağım ədədi istəyir. Yəni, baxın, 65%-i bildim ki, qalanı faizlə olan ədədimdir. Ödənişli qəbul olanların 42 nəfərdirsə, ümumi qəbul olanlar nə qədərdir? Yəni ki, 35%-i 42 nəfərdir. Düzdür? Bəs, bax, ümumi nə qədər idi? 100 nəfərdirsə, onda mən o ümumi qəbul olanların sayını necə tapacam? Tapıram ki, aha, yox, 42% qeyd etməliydim. Üzr istəyirəm, burada 42 yox, 42 nəfər olmalıydı. Bəli, 35%-im 42 nəfərdirsə, 100%-im neçə nəfərdir? Tapmaq üçün x bərabərdir. 100-ü vuracam 42-yə, böləcəm 35-ə. 35-ə. Bu da edir, deməli, 35 ilə 42 gedir 7-yə. 6, 7, 42. Burada 6 qalır. Burada da qalır 5. 5 ilə də 100 getmiş olur. Neçəsi düşür? Təbii ki, deməli, 50 düşmüş olur. 50-ni də 6-ya vuranda, yox, neysə səhv etmiş oldum. Bir dəqiqə silim. Neysə səhv etmiş oldum. Üzr istəyirəm. Baxaq. Tənasibi düz qurmuşdum, bir dəqiqə. Baxın, 35%-im neçə idi? 42 idi. 42 idi, bəs 100%-im nə qədərdir? Tapmaq üçün x bərabərdir. Tənasüblə 100-ü vururam. Deməli, 100-ü vururam 42-yə, bölürəm 35-ə. Bu da, deməli, 42 ilə 35 7-yə gedir. 35-də 5-də nə qalır 7? Deməli, 42-də də 6 qalır, düzdür? 6 qalır.
5 ilə də 100 getmiş olur. Burada da qalır 20. Bəli, 20 qalır, üzr istəyirəm. X da bərabərdir 20-ni 6-ya vuranda 2 6 12 120. Doğru cavabım 120 etmiş olur. 5-ci sualımız idi. Bəli, burada 120 variantı var. Doğrudur. C variantı olmuş olur. Güman eləyirəm, aydındır. Keçdik 6-cı suala. 6-cı sualda nə soruşur bizdən? 6-cı sualda soruşur. Keçən il bir fakültəyə qəbul olanlar 300 nəfər idi. Bu il qəbul olanların sayı 20% artdı. Bu il neçə nəfər qəbul olmuşdur? Baxın, 100 nəfər, daha doğrusu 300 nəfər olub. Yəni ki, 100% toplama 100%-i 300-ə bərabərdir. Düzdür. Və deyir ki, bu il qəbul olanların sayı 20% artıb. 20% artıbsa, mənim 100%-im nə qədər olmalıdır? Artıb deyirsə, mən üstünə gəlməliyəm. Əskik deyirsə, azalıb deyirsə, çıxmalıyam. Yəni 100% idi, indi olub 120%. 120%-ə düşən ədədi tapacam. Ona görə də x edib və onu tənasüb yolla həll edirəm. 300-ü vuracam 120-yə, böləcəm neçəyə? Təbii ki, 100-ə. Deməli, ixtisarlar sıfırlarla getmiş olur. Yerdə qalır 30-u, deməli, düz etdimmi? 12-ni, deməli, 30-a, bu da neçə etmiş olur? Dəqiqə. 100 etdim. 2-0 yuxarıdan 2-0 aşağıdan ixtisar olmuş olur. 12-ni 3-ə vuranda, 12-ni 3-ə vuranda eləyir 36, arxasına da 0, 360. Bəli, 360-a bərabər edir ki, bu da C variantına uyğun gəlir ki, hansı ki, keçən il fakültəyə qəbul olanlar 300 nəfər idi, 100%-im 300 nəfər idi və 20% artdı. Yəni 120% oldu. 120% olaraq da 360 nəfərə qalxmış oldu. Güman eləyirəm, aydındır. Keçdik 7-ci suala. 7-ci sualda bizdən nə soruşmuş olur? 7-ci sualda bizdən soruşur ki, namizədin imtahan nəticəsi maksimum balın 72%-idir. Maksimum bal 500 bal olarsa, yəni 500 bal olarsa, namizəd neçə bal toplamışdır? Baxın, burada nə var? Maksimum bal 500 baldır. Maksimum balı mən faizlə ifadə edirəm. Yəni ki, 100%-in 500 baldır. Məsələn, bu qədər rahat. Bəs nəticə nə qədərdir? 72%. 72% nə qədər olar? Bunu tapmalıyam. Çünki deyir ki, maksimum bal 500 baldır. Namizəd neçə bal toplayıb? Bu da 72%-in toplayıb. İndi mənim tapdığım ədəd, bunun topladığı bal 72% ədədə bərabər olacaq. İndi sonra bunu da tənasüblə etmiş oluram ki, 72-ni vururam 500-ə, bölürəm 100-ə. Çox rahat, sıfırlarım ixtisar gedir. 72-ni də 5-ə vurmuş olanda, deməli, 360 etmiş olur. Bəli, doğru variant C variantı olur ki, bu da 360-a bərabər olur. Keçdik növbəti 8-ci sualımıza. 8-ci sualda bizdən nə soruşmuş olur? 8-ci sualda soruşur ki, qəbul olmuşların 40%-i yataqxana ilə təmin olunacaq. Yataqxana verilənlərin sayı 48 nəfərdirsə, ümumi qəbul olanlar neçə nəfərdir? Baxın, qəbul olmuşlar 40% təşkil edir və yataqxanaya verilənlərin sayı 48-dir. Yəni 40%-i 48 nəfərdirsə, görün mənim 100%-im neçə nəfərə bərabər olar sizcə? Təbii ki, x-i da bərabər edirəm. 100-ü vururam 48-ə, bölürəm neçəyə? 40-a. 0 ixtisar getmiş olur. 4 ilə də 48 gedir 12. 12-ni də 10-a vuranda 120 cavabını alıram. Belə bir cavab varmı? Bəli, C variantında 120 var. Doğrudan da mənim, deməli,
48 nəfər, 48 nəfəri deməli 40% təşkil eləyirsə, 100%-im də 120 nəfəri təşkil etmiş olacaq. Bax, bu o deməkdir. Doğru variant C variantı. Keçdik 9-cu suala. 9-cu sualda bizdən nə soruşur? Soruşur ki, 9-cu sualda imtahanda iştirak eləyənlərin qeyd edin, qələm götürüm. 9-cu sualda soruşur ki, imtahanda iştirak edənlərin 25%-i qız, 75%-i oğlandır. Əgər iştirakçılar 160 nəfərdirsə, qızların sayı neçədir? Bəli, deyir ki, 25%-i 160. Bax, qızları ədədini də verib, çox rahatdır. Faizini də verib. Məndən nə istəyir? Əgər iştirakçıların 160% nəfəri qızların sayı nə qədər? Yəni, daha doğrusu, ümumi faiz olaraq verib və məndən nə soruşur? Soruşur, qızların sayı nə qədərdir? Bunu da belə taparam ki, deməli, 25% nə qədərdir? 160 nəfər. 25 nəfər, daha doğrusu 25%, yox, 25%-im, doğru deyirəm, 25%-im 160 nəfərdirsə, 25%. Bəs 100%-im nə qədər olar? 100%-im nə qədər olduğunu isə, 100%-im nə qədər olar? Bunu tapmaq üçün ixtisar edəcəm təbii ki, amma dəqiqə yox, bunu düz qurmadım, üzr istəyirəm. Deməli, dəqiqə necə tapmalıyam? Tapmalıyam ki, təbii ki, baxın, əgər imtahanda iştirak edənlərin 25%-i qız, 75%-i oğlandır. Əgər iştirakçılar 160 nəfərdirsə, qızların sayı neçə nəfərdir? Bunu belə tapaq da. Deməli, tənasüblə mən bunu belə taparam. 100%-im 160 nəfərdir. Bax, əgər iştirakçıların ümumi sayı mənə deyir ki, 160 nəfərdir. 100%-im 160 nəfərdirsə, qızları soruşur, qızların da faizini verib. Bəs 25%-im neçə nəfər qız olar? Ona görə də tənasüblə təbii ki, tapmış olacam. Buradan da 160-ı vuracam 25-ə, böləcəm 100-ə. Deməli, sıfırlar ixtisar gedir. 10-la da 25 getdi. 25-də 5, 5. Burada da 5. Deməli, 2, daha doğrusu 5 olmur, 2 olur. 2. 2 ilə də 16 ixtisar gedir, 8 düşür. 8 ilə də 5, 8, 5-im 40. Bəli, doğru variant 40 etmiş olur ki, bu da C variantına uyğun gəlir. Baxın, belə deyək, bunu bir daha izah eləyim. Baxın, deyir ki, imtahanda iştirak edənlərin 25%-i qız, 75%-i oğlandır. Əgər iştirakçılar 160 nəfərdirsə, bunlar deməli, qızların sayı nə qədərdir? Bunu tapmaq üçün təbii ki, mən nə etməliyəm? 100%-im 160-dır. 25%-im nə qədərdir? Çünki qızların ədədini verməsə də, amma faizini verib də, düzdür? Yəni 25%-im mən tapsam, tapacam ki, qızlar nə qədərdir? Ona görə də 100%-i 160-a bərabər eləyirəm. 25%-ni isə axtarıram. Bunu da çarpaz vuraraq tapdım ki, 40 nəfər şagird, yəni qız olmuş olur. 10-cu suala baxırıq. 10-cu sualda bir ixtisasa 600 nəfər müraciət etdim. Qəbul faizi 15% oldu. Qəbul olanların sayı neçədir? Bir ixtisasa 600 nəfər müraciət edib. 600 nəfər. Bunun faizi isə 15 oldu. Yəni ki, çox rahat. Niyə? Çünki belə deyək, 600 nəfər mənim deməli, bunu da deməli 600 nəfər müraciət edib, qəbul faizi 15% oldu. 15% 600 nəfərdirsə, yox, 100%-im daha doğrusu, 100%-im 600 nəfərdirsə, 100%-im 600 nəfərdirsə, bəs mənim 15%-im nə qədər olar? Bax, bunu belə tapacam. Deməli, buradan da 600-i vuracam 15-ə, böləcəm 100-ə. Buradan ixtisar gedir sıfırlarım. 6-nı da 15-ə vuranda təbii ki 90 etmiş olur.
Doğru variantım 90, bu da C variantına uyğun gəlir. Bəli, 100%-im 600 nəfərdirsə, bəs mənim 15%-im nə qədər olar? Onu da tənasib yolu ilə 90% təşkil olur ki, bu da 15%-in 90 nəfərə bərabər olduğu deməkdir. Gəldik növbəti 11-ci suala. 11-ci sualda bizdən nə soruşur? Dövlət sifarişi üzrə qəbul olanların sayı 180 nəfərdir və bu ümumi qəbul olanların 60%-dir. Ümumi qəbul olanlar neçə nəfərdir? Baxın, 180 nəfər 60%-ni təşkil edir. Baxın, 60%-ni təşkil edir. Mən ümumiləri tapır. Ümumi də mən nəyə bərabər eləməliyim? 100-ü tapmalıyam ki, mən onun sayının ümumi olduğunu tapam. Bunu da yenə də tənasüblə 180-i vuracam 100-ə, böləcəm 60-a. Aha, bu sıfırla bu sıfır getmiş olur. 6 ilə də 180 neçə olur? Bu da 30. 30 etmiş olur. 30-u da 10-a vuranda 370 olur. 300 cavabım varmı? Bəli, 300 cavabım var. 11-in deməli C variantı 300 variant olan cavabımız var. Doğrudan da 300 olmuş olur. Yəni ki, mən 100% taparaq ümumi sayın 300-ə bərabər olduğunu tapmış oldum. Keçdik növbəti 12-ci suala. 12-ci sualda bizdən nə soruşmuş olur? 12-ci sualda soruşur ki, ixtisasa keçid balı 65 idi. Namizəd maksimum balın 78%-ni topladı və qəbul oldu. Maksimum bal neçədir? Ümumiyyətlə, burada xüsusi bir qaydaya ehtiyac yoxdur. Niyə? Çünki biz əvvəl də qeyd etdik ki, ümumi qızıl ədəd 100-dür. Yəni ki, mən elə doğru variantda 100-ü götürürəm. Ona görə ki, ixtisas keçid balı 60 idi. Namizəd maksimum balı 78-i toplayıb. Maksimum bal nəyə bərabər olacaq? Yəni, qızıl ədədi 100-ə bərabər olacaq. Burada xüsusi bir, belə deyək, misal məsələ həllinə ehtiyac yoxdur. Elə doğru variantda 100-ü rahatlıqla götürə bilərsiniz ki, faizin, yəni ən rahat həlli ilə 100 olmuş olur. Keçdik növbəti 13-cü suala. 13-cü sualda soruşur, qəbul olmuş tələbələrin 30% ingilis dili hazırlığı kursuna göndərildi. Hazırlığa göndərilənlər 36 nəfərdirsə, ümumi qəbul olanlar neçədir? Baxın, 30 nəfər, daha doğrusu 30% 36 nəfərə bərabərdir. Məndən bax, ümumini istəyir. Ümumini tapmaq üçün mən nəyi tapsam daha doğru olur? 100-ü. Ona görə də 30%-i bərabər edirəm nəyə? 36-ya və 100%-i tapmaq üçün bunu da x-a bərabər edirəm. Çarpaz vuraraq həll eləyirəm ki, deməli, 100-ü vurdum 36-ya, böldüm neçəyə? 30-a. 0 getdi. 3 ilə də 36 gedir. 12. 12-ni də 10-a vuranda 120 etmiş olur. Deməli, bu da 13-cü sualımızda, bəli, 120 variantı var. Bu da C variantı etmiş olur. Yəni, güman edirəm, aydındır. Bəli. Deməli, 13-cü sualımızın doğru cavabı 120 C variantı olmuş oldu. Aha, keçdik 14-cü suala. 14-cü sualda bizdən soruşur ki, keçən il qəbul faizi 18% idi və 162 nəfər qəbul olmuşdu. Bu il qəbul faizi 20% yüksəldi. Bu il eyni sayda müraciət olunduğunu qəbul etsək, neçə nəfər qəbul olar? Bu iki mərhələli tapılacaq bir misaldır. Nəyə görə? Ona görə ki, baxın, 18%-i 162 nəfərdir. Mən indi 100-ü tapıb və çünki həmin faizin üzərinə mən 20-ni gəlməliyəm, çünki yüksəldi deyir. Ona görə də ilk növbədə 18%-i təşkil edən ədədi tapmalıyam. 18%-im 162 nəfərdirsə, bəs mənim 100%-im neçə nəfərdir? Bax, bunu tapacam. Bu da eləyir x, düzdür. Çarpaz olaraq tapıram ki, x bərabərdir. Deməli, 100-ü vuracam 162-yə. 162-yə bərabər edəcəm neçəyə? Təbii ki, deməli, 18-ə. 18-ə bərabər etmiş olacam. Bu da deməli
neçə etmiş olur? Aha, bu da deməli düzmü tapdım? Yox, bir dəqiqə, üzr istəyirəm. Ola bilər düz getmədim. Baxın, nəyi soruşdu məndən? Soruşdu ki, deməli 18 faizim 160-dır ki, 100-ü tapmalıyam. Bəli də düz edirdim. Əslində x bərabərdir. Deməli 18-i vuracaqdım. Deməli, daha doğrusu 100-ü vuracaqdım neçəyə? 162-yə böləcəkdim 18-ə. Bu da edir, deməli, bu da edir, səhv etmirəmsə 970 olur. Yəni 900 nəfəri tapmış oldum. Çünki deyir ki, qəbul olmuşdur. 18 nəfəri 62-dirsə mən 100%-ni tapmaq üçün etdim. 100%im də 900 nəfərə bərabərdir. Bəli, 900 nəfərə bərabərdir. Və 900 nəfəri nəyi tapdım? 100%-ni tapdım. İndi ikinci mərhələ nədir? Bu il qəbul faizi 20% yüksəldi. Bu il qəbul faizim deməli 20% yüksəlibsə mən nəyi tapmış olacam? Tapacam ki, əgər 900 idisə, 100%im 900 nəfər idisə, bax 900 nəfər idisə, mən 20% yüksəlmişdi. Bax o 20% yüksəlişi tapsam mən dəqiq tapmış oluram ki, nəyə bərabər oldu? Bunu da çarpaz vuraraq tapıram ki, deməli bu da neçə etmiş olur? İxtisar gedəndə 20-ni 900-ə. Bir dəqiqə ixtisar edim elə. Bir dəqiqə x bərabərdir. Deməli 20-ni 900-ə vurub neçəyə böləcəm? 100-ə böləcəm. Buradan da sıfırlar ixtisar gedir. 20-ni də 9-a vuranda 180 etmiş olur. Bəli, doğru variantım 180 etmiş olur. Bu 14-cü sualı idi, səhv eləmirəmsə. Bəli. Deməli, bu da C variantına uyğun gəlmiş olur ki, 180 etmiş olur. 15-ci suala baxırıq. 2 ixtisasa ümumilikdə 400 nəfər qəbul olur. Birinci ixtisasa qəbul olanlar 60%-i təşkil edirsə, ikinci ixtisasa neçə nəfər qəbul olmuşdur? 400 nəfər ümumi ixtisasa daxil olub, bu neçə nəfər təşkil etmiş olur? Məndən ümumiyyətlə belə bir soruşaq da. Yəni ki, ümumilikdə 400 nəyi təşkil edir? 100-ün 400-ünü istəyir də məndən, düzdür? 100-ün, yəni 100%im 400 nəfər təşkil edir. Və deyir, ixtisasa qəbul olunan 40% isə ikinci ixtisasa nə qədər daxil olub? Mənə 60 lazım deyil. Çünki məndən ikincini istəyir. Yəni ki, 100-ün 60-ı yox, 100-ün 40-ını istəyir. Ona görə mən 40%-i tapmış olsam, elə birbaşa həmin ədədi tapacam. Bunu da çarpaz yolla həll eləyirəm ki, x da bərabərdir. 40-ı vuracam 400-ə, böləcəm 100-ə. Deməli, sıfırlar ixtisar gedir. 4 4-üm 16. Bu da edir 160. Doğru variantım C variantı etmiş olur ki, 15-ci sualda mən baxın 60%-i tapmağa ehtiyac yoxdur. Çünki mənə qalanını deyir, yəni ikincini istəyir məndən. Elə ona görə də mən birbaşa 40%-i axtardım müəllimlər. Ona görə, yəni İkincini soruşduğuna görə 40%-ə aid olanı tapdım ki, 160 nəfər olmuş oldum. Güman eləyirəm, aydındır. Nəsə qüsurlar olsa üzrlü hesab eləyim. Çalışdım ki, az müddət ərzində bir 15 sualla izah edim. Diqqətinizə görə minnətdaram. Təşəkkür edirəm.